İkinci blok sınaq ikinciliyinə baxırıq. 20 sınaqdan mövzu nisbət tənasüb faiz və içtidalar. Ədənin 4/1 hissəsi ilə 20%-nin fərqi. Ədənin 4/1 hissəsi onun 25% deməkdir. 25% ilə 20%-nin fərqi qalır 5%. Demək 5% neçə olan ədəd? 6 olan ədəd tapın. Bu üçün 6-nı 100-ə vurub 5-ə bölürük, qalır 120. İki tərəfi 9 və 18 olan bərabəryanlı üçbucaqdır. Bərabəryanlıdır. Onda tərəflər necə ola bilər? 18, 18 və 9 ola bilər. Digər mümkün deyil, çünki üçbucaqda iki tərəfin cəmi digərindən böyük olmalıdır. Ola bilməz. Perimetr 2 18 var, bir dənə 9 var. 36 və 9, yəni 45. Variant. 3 hissəyə bölünmüşdür. 3K, 5K və 9K. Bəli, demək ki, bunların üçün cəmi neçədir? 510-dur. 8K da 9K, 17K neçədir? 510-dur. K neçə olur? K da olur. 510-u 17-yə böləndə neçə? 30. K 30-dur. Böyük hissəsinin qiymətini tap. 9K-nı tap. 9-u vurar yine 30-a. Cavab neçə olar? 270. A variantı 270. Əvvəlcə bu ucağı tapırıq. Bilirik ki, bunların cəmi 180-dir. Onda beta deyək tutaq ki. Onda burada olur nə? Beta. Beta 3-də 84 bərabər 180. Digər tərəfdən bu üçbucaqdan isə alfa plus 46 üstəgəl beta neçədir? 180-dir. Yəni beta'nı tapsıq buradan neçə? Beta'nı tapırıq 96. Gətirib yerinə qoyuruq. 46-da 96. Alfa bucağı olur 180 çıxılsın. Bunların cəmi, yəni 142. Cavabımız da olur 38 dərəcə. 5. Tənasibin x-i tapın. Çarpaz vururuq əlbəttə ki. Nə qalır burada? Qalır 51x çıx 34. 38x plus 57. Bir tərəfə gedirsik. 51-dən çıxır 38-i. Qalır neçə? Demək 2, 12x bərabərdir 57 üstə 38. Yəni 90 neçə? 91. 51-dən 38, 12x edir. Onda x neçə olur? 7 olur. Düzbucaqlı üçbucağın üçbucaqdır. Katetlərindən biri hipotenuzun 60%-nə bərabərdir. 60% yəni 5'te 3 deməkdir. 60% nə deməkdir? 5'te 3 hissə deməkdir. Onda biz buna deyək 5K, burada deyək 3K. Digər formla olur neçə-K? 4K. O biri katet hipotenuzun neçə faizidir? 4K, 5K'nın 5'te 4 hissəsidir. Yəni 80%'dir. 7. Atanın yaşının qızın yaşına olan nisbəti 5'in 2'yedir. Onda atanın yaşına deyək 5x, qızın yaşına deyək 2x. Qız atasından 24 yaş kiçik olarsa 5x çıx 2x 24'dür. 3x 24'dür. X neçədir? 8'dir. Qızın yaşını tapın 8. 8 sualda ACB 90'dır. CH perpendikulardır bildik. CH 6'dır. H ilə H1'in fərqi 5'dir. H1'ni tapın. H1 x desək. Onda H olur x plus 5. Oxşarlıqdan anılır ki H-ın kvadraты, yəni düstur da var, H kvadrat bərabərdir. M vur N. Düzbucaqlı üçbucaqda düz çəkilən hündürlük üçün bu münasibət ödənir. Onda yazıram ki 6'nın kvadraты bərabərdir. X vurulsun x plus 5. X vur x plus 5 36'dır. X'in də buradan 4 olduğunu deyə bilərik. 4, 9, 36. 9'da x'e deyək 3K, y-də 4K, z-ə 6K. 3K vur 4 olur 12K, çıx. 3 vur y. Y neçə K idi? 4K idi. 3'ü vursuq, demək 4K olur nə? 12K
plus Z, yəni 6K. Bərabər 12. K demək 2-dir. K 2-dir. K 2-dirsə, onda olacaq x neçəydi? X 3K idi. 3K üstə y 4K, Z də 6K idi. Bunların cəmi olur 7, o da 6, 13K. 13-də K vuranda, yəni 13-də 2 vuranda neçə qalır? 26. Parça düz xətti kəsir. Düz xətti olsun. Bu parça olsun. Düz xətti kəsir. Onun ucları düz xəttdən 7 və 12 məsafədədir. Deyək ki, buradan burada məsafə 7-dir. Buradan burada məsafə neçədir? 12-dir. Demək, biz burada nəyi tapacağıq? Parçanın orta nöqtəsi düz xəttdən hansı məsafədədir? Deyək ki, orta nöqtəsi fərz edək ki, buradadır. Daha uzaq olan təbii. Bu münasibəni tabii ki, tapacaq. Bunu birləşdirsək, bura 7-dirsə, burada 7 olur. Orta nöqtədir. Bunu uzatsı, bu olur. Bu üçbucaqçının, yəni ABC üçbucağı üçün bu M-in xətti olur, orta xətt. Orta xətt olduğuna görə, bura əgər neçədir? 19-dursa, 19-dursa, onda bura M-in olur 19-un yarısı. Yəni M-in olur 19-un yarısı, 9-5. Və bura 7-dirsə, burada 7-dir. Demək ki, ondan da 7-ni çıxsıq. Yəni M-in 9-5-dir. Onda biz x-i tapmaq üçün nədən nəyi çıxacaq? Bütovdan, yəni 9-5-dən çıxacaq nəyi? 7-ni. 2-5. 9 fələ işi 9 fələ işi görür. Demək 4 günə. 12 fələ bu işi neçə günə görür? X günə. Fələnin sayını artıranda işi tez görürlər. Fələnin sayını artıranda iş tez görülür. Onda çarpaz yox, düzünə vuracaq. Yazacaq 12 vur x, 9 vur 4. 36-nı 12'ye böləndə 3. Bərabər yanlı üçbucaqdır. Təpə bucağı, təpə bucağı oturacağa beşik bucaqdan 15 böyükdür. Yəni bura alfa olsa, bu da olur alfa. Bura olur alfa plus neçə? 15. 3 alfa plus 15 əgər 180-dirsə, alfa plus 5 əgər demək bizdən nəyi soruşur? Təpə bucağını soruşur. 3'ə bölürəm 60-dırsa, alfa olur 55. Amma təpə bucağını soruşursa, üstünə də 15 gəlirik. Olur 70 deyəcək. Bunu çevirirsək 3'də neçə? 3'də 16 bölü x. Bu da edir arsa 90'da 21 çıx 2 19. 90'da 19. Böləndə 3,8'də vurur bunun tərsinə. Bu 3,8 10'da 38'də böləndə vurur 38'də ona. X-lar gedir 1 dəfə, 2 dəfə, 1 dəfə, 9 dəfə, 18'də 1. X-i tanımaq üçün 18'də 1'i daha sonra 3'də 16'nı bölürük nəyə? 18'də 1'ə. Yəni vururuz 1'də 18. 6, 96. Oturacağı emin olan bərabər yanlı MK-nin üçbucağıdır. MV-nin bucaqlarının tənbələnləri O nöqtəsində kəsişir. Tənbələnlər orada kəsişir, O nöqtəsində kəsişir. Bizə nə verir? Bizə Kayman bizə demək nə verilib? KMN bucağı verilib. KMN bucağı verilib 58'dir. Bərabər yanlıdırsa, bura 58 ise elə burada olur 58. Eyni olur. Bucağı soruşur. Və tənbələn dediyinləri bunun yarısı olur 29. Burada olur 29. Bunda MO bucağını tapmaq üçün MOM bucağını tapmaq üçün 180'dən çıxarır 2 dənə 29'u cəmin. Yəni 58. Bu da olacaq 112. 122 görürsən, 122 bəlkə, 122 olacaq belə. 122. 15. 40% uzlaşdıqdan sonra soyucun qiyməti 480 manat oldu. Soyucun əvvəlki qiymətini tap.
40% uzlaşıb 100% qiyməti 40% uzlaşan nə qədər? 60%. Demək soyucunun qiymətinin 60%-i 480 manatdır. Bəs əsl qiymət 100% qiymət olsun x. X-i tapmaq üçün 100-ü vururuq 480-ə bölü 60-a. Bir dəfə 8 dəfə 800. Tərəflərinin uzunluqları naturallar olan üçbucaqdır. Tərəflər uzunluğu naturaldır. Bir bucağı digər iki bucağın cəminə bərabərdir. Demək bu düzbəli üçbucaqdır. Çünki alfa plus beta qammadır. Və üçün də cəmi nədir? 180-dir. Bunun yəni qamma qoyusu 2 dənə qamma 180-dir. Və qamma 90-dır. Demək bir dənə 90 dərəcə var. Tərəflərin ikisi verilib 8-15-dir. Pifagor ödənməlidir. Yəni a kosinus b kvadrat c kvadrat bərabər ödənməlidir. Məsələn 15-in kvadratını buraya yazsın. Bunu ödəyən yəni b ədədi natural olmayacaq. Daha a ədədi natural olmayacaq məsəl üçün. Onda belə eləyəcək. Tərəfləri neçə götür? 8-15-i burada yazacaq kvadratları. Olacaq 8-in kvadratı üstə 15-in kvadratı eləyir. 289-dan 2 necə çıxır? 17. Perimetr yəni üçün cəmi 40 olur. Burada çarpaz vuracaq. Çarpaz vursu 5a plus 10b 2a plus b-dir. Demək ki 3a bərabərdir. Bir də baxaq 5a üstə 10b bərabərdir. 2a üstə b-dir. 3a bərabərdir mənfi 9b. Olur mənfi 3b. Demək 6b bölünsün 2b çarpılır 3 variant. Demək 18 tənbələni 15 kökdə 3-dür. Düzgün üçbucaq. Düzgün üçbucaq bilirik ki bərabər təbil üçbucaqdır. Bərabər təbil üçbucaqdır. Tənbələr neçədir? 15 kökdə 3-dür. Bərabər təbil üçbucaqda tənbələn həm də öngörükdür, həm də mediandır. Onda bura olur a bölü 2, bu da 60-dır. Burada verilib 15 kökdə 3. 60 dərəcə bucaq qarşısına katet digər kateti, yəni a bölü 2-nin hansı mislidir? Kökdə 3 mislidir. Buradan a-nı tapırıq neçə? 30. Demək tərəf 30-dur. Perimetr 3-dən 30 90 cm. On 9 düzbucaqdır. Eni isə uzunluğundan 15 cm kiçikdir. Yəni uzunluğuna x desək, n olur? X minus 15. Perimetr 2 vur a plus b 70'dir. Burada 2x minus 15'i 35 tapırıq. 2x olur 50, x de olur neçə? 25. Demək 25 olanda x uzunluq olur elə 25, n də olur 25 çıxan 5, yəni 10. Sual nədir? N uzunluğunun neçə faizini təşkil edir? 10 25-i neçə faizdir? Bunu tapmaq üçün 10-u bölürük 25-ə, vururuq 100-ə. Cavab olur 40%. 4 dəfə 40. 20-ci sual 2 ədədin cəmi 50-dir. Biri A olsun, biri B olsun deyək ki. Birinci ədəd 15%, yəni A-nın 15%, ikincinin isə 8%, yəni B-nin də 8%. Deyir ki, bunların fərqi 2-9-dur. Burada nə alınır? 15 açıq 8B 290-dır. Bir də var ki, A plus B 50. Bunu əgər 8-ə vursuq, qalır 8A plus 8B bərabərdir 400. Və toplasıq. Bunlar islah olunur, qalır 23A bərabər bunların cəmi 600 neçə? 690. Buradan A-nı tapırıq neçə? 30. Düzdürmü? Yoxsa 30. Bəli, A oldu 30. A 30 ise B də neçədir? 1 30 ise 1 də 20 olardı. Hasılını tapın. 30 vur 20. 600. 21. Demək
Bu bucaq 100 dərəcədir. Onda biz alfanı buradan tapa bilərik. Bərabər yanlı içi olduğuna görə alfa neçə olur? 40. Burada həmçinin olur 40. Beta alfanın 8'də 1 hissəsi, demək 40'ın 8'də 1 hissəsini tapırıq. Olur 5 dərəcə. Demək burada oldu neçə dərəcə? 5 dərəcə. Bu da elə 5 dərəcədir. Bizdən soruşulan bu bucaqda ABC bucağını tapın. 40'da 5 bura olur neçə? 45. Bu da həmçinin olur 45. 45, 45. Bunda burada olacaq neçə dərəcə? 90 dərəcə. A ədədi B-nin 70%-dir. Demək A bərabərdir B-nin 70%. Yəni 0.7 B yazayıq. B isə C-nin 40%-dir. B də C-nin 40%-dir. Yəni 0.4 C yazayıq. Sual nədir? A C neçə faizdir? B-nin bu qiymətin gətirib burada yerinə yaza bilərik. Bunda A olacaq 0.7 vurulsun 0.4 C. Yəni 0.128 C. Bu da AC-nin 28%-dir deməkdir. 23. Bucaq A alfa olsa heç işarə ehtiyac yoxdur. Bucaq A ilə bucaq C-nin cəmi nəyi verir? CBD bucağını verir. CBD bucağı. Biz burada bunun yazısı yerinə CBD bir dənə CBD olur, 2 dənə CBD. 2 dənə CBD-nin cavabı 260 ise CBD-nin cavabı 130'dur. Burada 130'da qonşu bucağın neçə dərəcədir? 50 dərəcədir. CB bucağını tapın. CB bucağı 50 dərəcədir. Burada A bölü B nisbətini soruşur. Demək biz burada çarpazla vura bilərik. Fərq yoxdur. Belə də A bölü B-ni tapa bilərik. Demək A bölü B-ni tapmaq üçün elə burada A bölü B-ni tapmaq üçün 8'də 15'i bölürük 4'də 5'e. Yəni vururuq 5'də 4'ə. İxtisar getdi 1 dəfə, 2 dəfə, 1 dəfə, 3 dəfə. Qaldı 2'də 3 və yaxud 1,5. 25. Hər bölgəyə eyni vaxt sərf etməklə taxta parçasını 4 hissəyə ayırmaq üçün. 4 hissəyə ayırmaq üçün taxta parçasını. 4 hissəyə ayırmaq üçün biz onu 3 yerdən kəsməliyik. Demək ki 3 kəsim üçün 7 dəqiqə vaxt lazımdır. 7 dəqiqə. Bəs taxtanı 10 hissəyə ayırmaq üçün neçə yerdən kəsəcəyik? 9 yerdən kəsəcəyik. 9 kəsim üçün nə qədər vaxt lazımdır? Sual. 3 dəfə çox vaxt. Demək neçə dəqiqə? 21 dəqiqə lazımdır. 21 dəqiqə. 26. Perimetri 45 olan üç bucağın. Yəni üç bucağı deyək ki perimetri neçədir? 45'dir. Medianı 10'u bir dənə median çəkdik. Median ise bunlar eynidir. Bizim rahat ise buradadır. Bu BC olsun. Bu da M olsun. Perimetrin 45 olduğunu bilirik. Deyir ki median onu perimetrləri neçə? 32 və 27 onu 2 üç bucağa ayırır. Məsələn bunun perimetri deyək ki 32'dir. Onu da yazarıq ki nə? B plus A plus M neçədir? 32'dir. Bunun da perimetri 27'dir. Yəni ki C plus A plus M neçədir? 27'dir. Median tapın. Biz bunları toplasayarlarda nə qalır? Qalır B plus C plus 2A plus 2M bərabər neçəyə? Bərabərdir 59. Və bu 45 olduğunu gətirib burada nəzərə alsaydı. Bu 45 ise bunda 2M tapmaq üçün 45 ise 59'dan çıxarı 45'i qalır 14. M nə olur? Neçə olur? 7 olur. Demək median soruşursa cavabımız nədir? 7'dir. 27. 27. Üst bucaq verilib. Tərəfləri deyir 6'dır. 6'dır. 6 2'dir. Bu 90 dərəcə olduğunu görürdü. Çünki Pifagor teoremi ödəyir. Yəni 6'ın kvadratı üstə 6'ın kvadratı 6 2'nin kvadratı ödəyir. Demək düz bucaq üst bucaqdır. 1'ə gedir. Həm bərabər yanlı, həm düz bucaqlı üst bucaq. Düz bucaqlı üst bucaqdır. Düz bucaqlı üst bucaqdır. Bərabər yanlı üst bucaqdır da var. O da var. Demək 1'ə gedir A ilə. A ilə C. A ilə C. 1 oldu.
AC. İkinci. İkincidə tərəflər neçədir? 5, 10, 11. 11'in kvadratı bulan kvadratı. Hansı böyükdür? Bu bundan kiçikdir. Əgər bu tərəfin kvadratı bulanın kvadratları cəmindən kiçikdirsə, demək iti bucaqlı üçbucaqdır. Bu bucaq iti bucaqdır. Digərlərdəki, yəni hansısa bir tərəfin kvadratı digər iki tərəfin kvadratları cəmindən böyük olsaydı, məsələn, hər hansı bir tərəfin kvadratı digər iki tərəfin kvadratları cəmindən böyük olsaydı, digəri korbucaqlıdır. Yəni bu göründüyü kimi burada elə bir hal yoxdur. Ən böyük tərəfi belə yoxladı, ödəmədi. Demək ki, iti bucaqlı üçbucaq olacaq. İti bucaqlar iti bucaqlıdır. Haradadır bu? Var mı belə bir şey? İti bucaqlı üçbucaqdır. Perimetri 26 da ola bilər bəlkə də. İti bucaqlı üçbucaqdır. Perimetri o da var. Neçədir? 15. O da 11, 26'dır. Perimetri 26'dır. Perimetri 26'dır. Demek. Perimetri 26 ara getdim, çox getdim. Demek perimetri 26'dır. D variantı və itibucağı D ilə Y. Demek ki, buranın sırayla oldu. D ilə Y. 2'də D və Y var. Üçüncüyə baxırıq. Görürük ki, burada nə var? 4 var, kökdə 3 var və 6 var. 4, 2 kökdə 3 və 6 var. Burada nə olacaq? Demək, burada 6'nın kvadratı 4'ün kvadratı ilə kökdə 3'ün kvadratları cəmindən görə çoxdur yoxsa 36 eləyir. Bu da 16 üstə 4'ün 12, 20, bəli. Hansı tərəfin kvadratı digər tərəfin kvadratları cəmindən böyüksə, demək o korbucaqlı üçbucaqdır. 3-ə də bir aiddir. Sağ olun.